Salam mənim gözəl tamaşaçılarımız, izləyicilərimiz. Sizə yenə də salamlayırıq 3 qat iplik verilişində. Mən Xəyalə və mən Zaur. Sizi həmişəki kimi Vaiz kitabından deməli bu gözəl ayələrlə açırıq. Əgər bir nəfər tək qalıb məğlub olarsa, 2 nəfər hücuma tab gətirə bilər. 3 qat ip tez qırılmaz. Hər bir verilişdə biz ailə münasibətlərinin bir çox vəziyyətlərini, problemlərini və daxildə olan bir çox hadisələri araşdırırıq və müqəddəs kitaba baxaraq ailə münasibətlərinə göz qulaq eləyirik və baxırıq görəsən müqəddəs kitab bizə bu problemlər haqqında nə deyir və bu problemlərdən o çıxış yollarını göstərir bizə. Bugünkü bizim mövzumuz çox övladlı ailədir və həmişə olduğu kimi də biz çalışırıq ki, o mövzumuzu daha dərindən araşdıraq ki, həm siz, bizim əziz izləyicilərimiz, həmçinin də ilk dəfə bu günləri bizi izləyən insanlar bu günləri faydalana bilsinlər. Ailəsi üçün hansı problem, hansı dərd və yaxud hansı çıxış yolu onları tapa bilsinlər. Həqiqətən də çox maraqlı bir mövzumuz var bu günləri Xəyalə. Çox övladlı ailə. Biz bilirik ki, hər bir ailədə övlad bu sevincdir, bu Allahın payıdır. Amma bu pay bol olanda nə dərəcədə xeyirdualıdır və yaxud bunun bir problemi varmı, yoxsa yoxmu, bunu bu günləri biz araşdıracağıq. Və mən başlamaq istəyirəm Zəbur kitabından 127-ci fəsil 3-cü ayədən 5-ci ayəyə qədər oxumaq istəyirəm. Övladlar Rəbbin verdiyi paydır. Bətninin bəhrəsi onun mükafatıdır. İnsanın gənc ikən övladları olarsa, bir igidin əlindəki oxlara bənzər. Oxtanı bu cür dolu olan nə bəxtiyardır. Darvazada ələkdarları ilə çəkişən zaman xəcalətli olmayacaq. Amin. Çox gözəl ayələrdir burada. Rəbb həqiqətən də ailədə olacaq, doğulacaq övladlardan danışır. Və mən bu haqda biraz danışmaq istərdim. Dünyaya uşaq gətirmək həqiqətən də valideynlər tərəfindən planlaşdırılmalıdır. Düzdür, övladı ailəyə verən Rəbbdir, Rəbbimizdir. Bəli. Və Rəbbin xoşu gəlir ki, ailədə övladların sayı çox olsun. Amma yenə də insan özü seçim edir. Yəni, insan özü planlaşdırır ki, o nə qədər uşaq istəyir və yaxud nə qədər uşaq istəyərdi onun uşağı olsun. Və bu həqiqətən planlaşdırılmalıdır. Və ona görə də... Amma həmişə yox. Elə vaxt olur ki, yəni biz planlaşdırırıq, amma Allah nə planlaşdırır, Bəli. Bunu da bilmək lazımdır. Əks halda, əgər o valideynlər bu işi planlaşdırmasalar, əks halda onlar hər bir uşağa layiq olan qayğını, hər bir uşağa olan diqqəti verə bilməyəcəklər, çatdıra bilməyəcəklər və bu da birbaşa uşağa pis təsir göstərəcək. Ona görə də çox uşaq sahibi olmaq istəyən valideynlərin bu birbaşa valideynlərdən asılıdır və valideynlərin buna razı olduğu dərəcədə bu iş mümkündür. Təəssüf ki, elə ailələr var ki, söhbət imanlardan gedir. İmanlı ailələrdən, bəli, məbəddən, kənardakılardan yox, imanlı ailələrdən gedir. Hansılar ki, ailə qururlar və bir müddət keçdikdən sonra eşidirsən ki, o ailələr hələlik uşaq istəmirlər. Yəni, uşaq sahibi olmaq istəmirlər. Bu nə ilə əlaqəlidir? Bunun bir çox səbəbləri var. Məsələn, soruşanda ki, niyə uşaq istəmirsən? Bəhanə gətirirlər ki, hələ xidmət edirik, yoldaşımla birlikdə bizim xidmətlərimiz var, Rəbbə qulluq edirik. Uşaq bizə bu işdə yük olacaq, maneə olacaq. Yəni biz bu yükü hələ ki istəmirik. Bəli, hələ ki biz buna hazır deyilik və yaxud da biz bu yükü hələ daşımağa hazır deyilik, bacarmayacaq və bu cür fikir düşüncə Allahın qarşısında düzgün deyil. Həqiqətən də düzgün deyil. Çünki vaxt gələr, həmin bu uşaq istəməyən valideynlər uşağı arzulayarlar və Rəbb onlara uşaq verməz. Həqiqətən bu ola bilər. Yəni, hər şey Rəbbin əlindədir. Düzdür, sözsüz ki, hər şey Rəbdən asılıdır. Amma belə bir vəziyyətlərdə çox vaxtı insanlar, belə deyək də, valideynlər düşünürlər bu haqda ki, bunun öhdəsindən gələ bilməyəcəklər. Amma bu əslində qorxudur və qorxu və yaxud belə deyək də, inamsızlıq Allahdan deyil axı. Əgər biz ailə qurmuşuqsa, ailənin xeyirduasıdır övlad və onlar əslində özlərini o xeyirduadan məhrum edirlər. Bəli. Elə ailələr var ki, istəyir ki, ailəsində uşaqların sayı çox olsun. Elə ailə var ki, istəyir ki, uşağın sayı ya bir olsun, ya iki, ya bir qızı olsun, ya bir oğlu olsun. Amma elə ailələr də var ki, 9,
10, 12, belə bu qədər uşaq istəyirlər. Və biz əvvəlki zamanlara baxanda nənələrimizin, babalarımızın dövrünə o vaxtı həqiqətən ailələrdə çox uşaq olurdu və bilmirəm o nə ilə əlaqəli idi, bilmirəm onlar uşaq çox sevən idilər ya nəyəsə görəsə, yəni o vaxtı bizim öz ata-analarımız belə çox uşaqlı ailələr olublar. Yəni mənim öz atamın məsələn 5 bacısı var, özü 4 qardaşı var. Yəni bu əvvəlki dövrlərə baxanda 9, 10, ailələrdə 11 çox uşaqlı ailələr çox olurdu. Amma indi təəssüf ki, həmin ailələrin sayı azalıb və indiki zamanədə ailələr çox uşaq planlaşdırmırlar. Ya 1 ya 2. Hə, elədir. Və bu uşaqlara əgər valideyn diqqət edə biləcəksə, yəni ona o qayğını həm maddi tərəfdən, həm mənəvi tərəfdən verə biləcəksə, bu onun hər bir ailənin öz şəxsi istəyidir. Əgər onlar qeydinə qala biləcəklərsə, əlbəttə ki, bu yaxşıdır. Düzdür, axmaq bir qərar verərək 5, 6, 10 uşağı böyüdüb, ondan sonra sözsüz ki, o valideyn uşaqların qeydinə qalmayacaqsa, onların tərbiyəsi ilə məşğul olmayacaqsa, onların hərəsi bir dərədən çıxacaq və kənd yerlilərində biz görürük ki, uşaqlar hərə bir tərəfdədir. Biri çöldən gəlir, biri dərədən gəlir və bilmirsən ki, uşaqlar hardadır. Bunun müsbət cəhətləri də var, amma mənfi cəhətləri də var. Bir gülməli bir şey də danışım, Zaur. Deməli, anamın şəxsiyyətində yazılıb onun doğum tarixi və vaxtı, nə vaxt doğulub. Anama sual verən, bir də arxasında da bir rəqəm yazılıb. Yəni, əsl tarix yazılmayıb orada. Əsl tarix arxa tərəfdədir və mən anama deyəndə ki, əsl tarix sənin, yəni nə vaxt doğulmusan, o da deyir ki, bilmirəm. Mən o vaxtı balaca olanda nənəmdən də soruşmuşdum ki, mənim mamamın əsl doğum tarixi nə vaxtı, anamın da deyir ki, bilmirəm. Yəni, o qədər o vaxt uşaqlar olurdu ki, onlar öz sayını, ata-ana o uşaqların sayını itirirdi. Hətta onların doğum tarixləri də yaddan çıxırdı. Yəni, belə bir vəziyyət olurdu. O vaxtın dövrü üçün indiki zamanə ilə fərqi o idi ki, o vaxt insanlar o qədər də oxumurdu, o qədər də məktəb oxuyub say bilmək, bir çox tarixi nəticələri və yaxud tarixdə olan yazıları, yəni dəqiqliyə o qədər də varmırdılar. Əsasən bilirdilər ki, tutaq ki, 7 uşağı varsa, bilirdi ki, 7 uşağı var. Hətta elə ailələr də var idi ki, hansılar ki, ümumiyyətlə heç bilmir ki, 7 nə idi, 10 nə idi. Saydan belə uzaq idilər. Çünki məktəb oxumurdular. Kənd yerlərində yaşayan insanların da əksəriyyəti məktəb savadı almayan ailələr idi. Amma mən istəyərdim başqa tərəfə də toxunum xəylə. Çünki biz görürük ki, elə ailələr var ki, hansı ki, deyir ki, mən bir ailəni, daha doğrusu ailədə bir uşaq istəyirəm və yaxud 2 uşaq istəyirəm. Çünki 7 uşaq, 10 uşağı neynirəm? Elə bir dənə uşaq olsun, amma bir uşağa o nəvazişi, o nə bilim, o diqqəti mən ayıra bilim. Amma mən çox vaxtı fikir vermişəm ki, o bir uşaq var ha. O bir uşaq baxmayaraq ki, təkdir, amma o tərbiyəni görə bilmir. Nə ana nəvazişi görə bilir, nə ata hörməti görə bilir. Elə ancaq qudurdurlar o uşağı, elə o qədər istədiklərini alırlar ki, artıq uşaq egoist böyüyür, nə sağa baxır, nə ata bilir, nə ana bilir, nə hörmət bilir, nə qanacağı olur, nə düşüncəsi olur və ümumiyyətlə o uşaq bilavasitə elə bir mühitdə böyüyür ki, özündən başqa heç kimi istəmir və deyir elə hər şey mənim üçün olsun, egoist böyüyür. Amma maraqlıdır ki, bizim ən böyük problemimiz də elə egoizmdir. Niyə? Çünki biz həmişə öz xeyrimizi axtarırıq. Həmişə özümüzü düşünürük. Hətta o valideyn hansı ki istəmir ki, onun uşaqları çox olsun. Deyir elə bir uşaq olsun, bəsdir. Onun da kökündə o durur ki, o özünə əziyyət istəmir. O fikirləşir ki, onun uşağı 2-3 olsa daha əziyyət çəkəcək. Daha çox dərd çəkəcək, daha çox fikir eləyəcək, nə bilim, neyniyəcək. Amma biz bilirik, axı, yadındadır xəylə, bizim məsəl üçün ikinci övladımız olanda bizim də ürəyimizdə hardasa belə bir vəziyyət yaranmışdı ki, biz fikirləşirdik, ayda bu indi ikinci uşağı necə dolandıracağıq biz, necə olacaq? Axı, bu bizim imanlılığımıza yaraşmayan bir şeydir. Biz çox vaxtı nəyinsə qeydinə qalırıq, nəyinsə qayğısını çəkirik. Amma əgər o övladı Rəbb verirsə, bəyəm onun qeydinə qalmayacaq. Onu böyütməyəcəkmi? Yadındadır, bizim 3-cü uşağımız Habil dünyaya gələndə biz özümüz də belə qalmışdıq ki, özü ilə, öz ləpiri ilə, öz ayaqları ilə özü bərəkətini də gətirdi. Yəni, onu gətirən özü deyil, onu verən Allahdır.
Yəni övladı Rəbb verir. Övlad Rəbbin payıdır. Biz bu yaxları oxuduq. Amma Rəbbin xeyir duasıdırsa, Rəbbin payıdırsa, bəyəm onun qeydinə biz qalacağıq? Hə, biz işləyəcəyik, ailənin qeydinə qalacaq. Amma xeyir duanı verən Allahdır. O qədər insan var ki, gecə səhərə kimi işləyirlər, amma xeyir duaları yoxdur. Amma sən öz normal işində işləyirsən, gedirsən, gəlirsən işi və ailəndə Rəbbnənsən və Rəbb də sənin ailəvə bərəkət də verir, lazım olanda borcdan, xərcdən qurtarır səni. Hər bir vəziyyətdə sənin yanında olur. Və maraqlıdır ki, 3 və yaxud daha çox uşaq olduqda ailə daxili sosial sistem qurur. Biz bu şeyi anlamalıyıq ki, bir çox uşağı olan ailə istər-istəməz daxilində bir sistem qurulur. Biz bundan xəbərsizik, amma bunu yaradan Allahdır. Bilirsən nə baş verir? Kifayət qədər tamamlanır hər şey. Və bu imkan verir ki, onları sosial cəhətdən daha yaxşı inkişaf etdirək. Həmçinin də hətta daha çox mənəvi baxımdan. Niyə? Yaxınları naminə daim fədakarlıq etməyə məcbur olduqları üçün başqa çarələri qalmır. Yəni uşaq çoxdur. Aralarında da yaş fərqi yox, çox deyil. 1 yaş, 2 yaş. Və baxırsan ki, 7 uşaq, 8 uşaq, onların da aralarında 1-2 yaşdır və fikir ver. Ailənin içindədirlər. Düzdür, hər bir ailə üçün bu mümkün deyil. Çünki ata-ana hamıya diqqət ayırmalıdır, bacarmalıdır və yaxud onların tərbiyəsi ilə birər-birər məşğul olmalıdır. Amma hətta bu olmasa da belə, çatdırmasalar da belə, onların mövcudluğu da belə, 7, 8, 10 uşağın mövcudluğu bir-birini böyütməkdir. Çünki ana olmayanda evdə onun əvəzini kim eləyir? Ya ata əvəzi qardaşdırsa ən böyüyü, qardaş hər şeyi idarə eləyir və yaxud ən böyük uşaq qızdırsa, o ana əvəzi olur və bacılarına, qardaşlarına analıq eləyir və o böyüdür. Və onun özü belə uşaqları böyütməyində həm məsuliyyətli olur, həm cəsarətli olur, həm əziyyətə qatlaşır, həm tənbəl olmur. Fikir versən, özü özlüyündə belə elə bir ailə özü özünü təmin eləyir. Hər bir şeydən təmin eləyir. Və elə bir uşaqlarda hətta dostluq belə öyrənirlər. Dostluğa belə öyrənirlər. Niyə görə? Çünki qardaşla bacının arasında və yaxud qardaşla qardaşın arasında yaş həddi çox olmadığına görə də onlar bir-biri ilə dostluq eləyirlər. Və artıq bir-birlərinin arasında o fədakarlıq böyüyür onlarda. Onların arasında elə bir istək yaranır ki, məndən sonra bacım var, məndən sonra qardaşım var, mən özümü düşünməyim, onu da düşünüm. Və hamı bir yerdə oturub yemək yeyəndə biri oturub yeyib, o birisinin arxada qalanını düşünmür. Amma o böyük ailədə hamı bir-birini düşünür. Və həmçinin də mən nəyə fikir vermişəm? O böyük ailədə də belə hamı bir-birinin dayağında durur, bir-birinin əlindən tutur və heç kim heç kimin ayağını heç kimə vermir. Və həmin vəziyyətdə də uşaqlar möhkəm böyüyürlər. Onlar qüvvətli böyüyürlər, cəsarətli olurlar. Hər bir vəziyyətdə bir-birinə dayaq olurlar. Və valideynləri üçün 2 uşaqla əylənmək imkanı var. Məsəl üçün, o uşaqlar hansılar ki, 2 uşağı var, məsəl üçün. Onların uşaqlarla əylənməyə, nə bilim, onları nəyəsə, hansısa bir idmana mı verməyə, bir çox şeylərə imkanları var. Amma o böyük ailədə isə bu cür imkan olmur. O bir-bir hamısına bir-bir diqqət verməyə çox da imkan olmur. Amma balaca, belə deyək də, 2 və yaxud 1 uşaqlı ailədə buna imkan olur. Amma buna baxmayaraq da yenə də. Bax, o tək uşaq və yaxud 2 uşaqdırsa, onu verirlər hansısa idmana və yaxud hansısa bir musiqiyə. O musiqidə çalışırlar onu böyütsünlər ki, o irəli getsin, hansısa bir musiqi alətində yaxşı ifa eləsin, amma bunu onların üzərində əziyyət çəkən valideynləridir, düzdürmü? O uşaq necə böyüyür? O uşaq əziyyət çəkmədən böyüyür. Fikirləşir ki, hər şeyi onun üçün etdilər. Amma böyük ailədə necə olur? Böyük uşaqların arasında isə tamam başqa cür olur. Böyük uşaqların arasında isə, yəni böyük ailənin, çox uşaqlı ailənin içində isə onlar bir-birinə elə dəstək olurlar ki, onların ürəklərində o egoizm olmur. Özünü düşünmək olmur. O düşünür ki,
O düşünmür, məsəl üçün, yemək mənim üçün qalmadı. Çünki onun qardaşı var, o gətirib onu verəcək o yeməyi. Çünki o qardaşın üzərində də qardaşı var, hansı ki, o onun qeydinə qalacaq. Onlar bir-birlərinin dalıca həm əllərindən gələnlər ki, bir-birlərini qorusunlar, həmçində yedizdirirlər. Təbii ki, valideynlər əgər uşaqları sevmirsə, sözsüz ki, bunlar mümkünsüzdür. Əgər valideyn uşaqları sevirsə, çalışır onları bir çox pisliklərdən qorusun. Həmçində böyük ailələrdə düzdür, bu çətindir. Hər bir uşağa vaxt ayırıb, onunla söhbət eləmək çətindir, amma mümkündür. Valideyn çatdırmasa da bacısı, qardaşı çatdıracaq. Bacısı ilə çünki ata-anası da vaxtı ikən söhbət eləyir. Həmçinin də əgər valideynlər uşaqları sevirlərsə və bu sevgi nümunəsini övladlarına göstərirlərsə, o zaman çox uşaq sahibi olmaq fərdin ahəngar inkişafına mane olmur. Həmçində bütün növ dairələrə və bölmələrə gəldikdə, böyük ailələrdə bu bir qayda olaraq bir və ya iki uşağı olan ailələrdən daha pis deyil. Uşaqlar dərnəklərə gedir və tamamilə normal əlavə təhsil ala bilirlər. Bu mütləqdir və bu böyük ailələrdə də həmçinin baş verir. Həqiqətən də çox maraqlıdır. Və mən biraz danışmaq istərdim. Deməli, ailədə uşaqlar, xüsusilə çox uşaqlı ailələri, mən bayaq da vurğuladım ki, Allah sevir. Allah sevir. Allah həqiqətən uşaqları sevir. Hətta müqəddəs kəlamda da yazılıb ki, Rəbbimiz İsa Məsih deyir ki, uşaqları mənim yanıma buraxın. Həqiqətən o uşaqları çox sevdiyindən Rəbbimiz belə deyir və çox uşaqlı ailələri sevdiyinə görə də Rəbbimiz onlara qayğı göstərir. Və biz bilirik ki, uşaq iki sevən gəncin ailə qurandan sonra həyata gətirdiyi bir bəhrədir, bir nemətdir. Rəbbin onlara bəxş elədiyi bir sevgi dolu nemətdir və Rəbbimiz həqiqətən uşaqları sevdiyinə görə o sevgini ata-ananın ürəyinə də qoyur. O qayğını ata-ananın ürəyinə də qoyur ki, necə özü sevir, istəyir ki, ata-ana da uşağını elə sevsin və bizi öyrədir onları sevməyi. Necə özü bizim qayğımıza qalır, elə də öyrədir ki, biz də uşaqlarımızın qayğısına qalaq və onları heç zaman atmayaq. Hər zaman onların çətin vaxtlarında və yaxud uşaq dəstək almaq üçün və yaxud hansısa məsləhəti almaq üçün yanımıza gələndə Rəbb deyir ki, onları öyrədin, onlara düzgün məsləhət verin, onları düz tərbiyələndirin ki, onlar Rəbdə böyüyüb inkişaf eləsinlər. Amin. Və həqiqətən sən bayaq vurğuladın, çox gözəl dedin ki, Zahir, evdə böyük uşaq olanda, məsələn, ata-ana hər dəfə evdə olmaya bilər, ata-ana işdə ola bilər və mən öz ailəmizdən də götürürəm. Mən işlədiyimə görə çox vaxtı tez bazar hər gün, məsələn, işə gedən günü yeməyimi hazırlayıram, hər şeyi düzqoş eləyirəm ki, mən işdə olanda uşaqlarım ac qalmasın, yəni ailəmin yeməyi olsun mən gedəndən sonra. Və yaxud da böyük uşaq həqiqətən evdə varsa, əsas da qız uşağı olanda, o daha yaxşıdır ki, yəni o elə bir ana əvəzi olur da, sən bayaq gözəl dedin, o bütün uşaqları evdə yerbəyə eləyir və o evdəki balaca uşaqlar böyük qız uşağının, böyük uşağın sözünə baxır, onun dediyini eləyir. Çünki o uşaq da o tərbiyəni, yəni bizim vasitəmizə ona Rəbb verib, o sevgini Rəbb verib və o sevgisi ilə, o nəvazişi ilə o balaca uşaqlarla, yəni bacı qardaşı ilə bölüşməyə çalışır. Və yaxud ortancıl uşaq da həmçinin özündən kiçiyinə hörmət eləyir, özündən kiçiyinə qayğı göstərir, onun qayğısına qalır və belə ailədə sevgi dolu, məhəbbət dolu, qayğı dolu ailədə də uşaqlar xoşbəxt böyüyürlər. Amin. Və bir də deyərdim ki, uşaqlar özlərini bir-biri üçün qurban verirlər. Bir-biri üçün fədakar olurlar. Yəni, əllərindən gələni eləyirlər ki, o ailədə hamı bir-birinə razı qalsın. Yəni, bir-birlərini razı salmağa çalışırlar və elə edirlər ki, məsələn, ata-ana işdə olanda o uşaqlar ata-ananın dediklərini, tapşırıqlarını yerinə yetirməyə çalışırlar ki, yəni hər şey öz qaydasında olsun, heç bir söz-söhbət olmasın və ya ata-ana işdən gələndən sonra üstünə qışqırmasın, deməsin ki, bunu niyə eləmədin, bunu niyə çatdırmadın, niyə bu uşağa belə eləmədin. Düzdür, uşaqlar böyüdükcə hərəsi, məsələn, çox uşaqlı ailədə hər bir uşaq istəyir ki, məsələn,
dərsə getsin və yaxud da dərsdən sonra əlavə dərnəklərə getsin, məşqlərə getsin və çoxuşaqlı ailələrdə əgər o ailədə biraz kasıbçılıq varsa, maddi cəhətdən imkanları yoxdursa, o ailələr uşaqlarını göndərə bilmir. Yəni çox vaxtı o uşaqlar o imkanlardan məhrum olurlar. Amma tək uşaqlı ailələrdə harda ki tək uşaq böyüyür və biz bilirik ki, tək uşaq böyüyəndə biraz egoist böyüyür. Yəni ata-ana hər şeyin yaxşısını, hər şeyin gözəlini ona eləmək, bəli, hər şey ona verir və o uşaq əlini ağdan qaraya vurmur. O uşaq heç bir əziyyət görmür, heç bir məsuliyyət daşımır. Çünki hər şeyi onun yerinə ata-anası eləyir və o uşaq həqiqətən böyüyəndə tənbəl, məsuliyyətsiz, egoist kimi böyüyür. Və Rəbb istəmir ki, o uşaq tək olsun. Yəni Rəbb çoxuşaqlı ailələr daha çox üstünlük verir və istəyir ki, ailədə uşaqların sayı çox olsun, körpələrin səsi çox olsun və ona görə də o valideyn ona fikir verməlidir ki, o uşaq elə böyüməsin. Yəni o uşağı əgər həqiqətən imanlı ailədirsə, o uşağı Rəbbin tərbiyəsində, sevgisində elə böyütməlidir ki, o uşaq da o sevgini, o qayğını başqalarına göstərə bilsin və egoist böyüməsin. Və bir şey də demək istəyirəm, çoxuşaqlı ailədə təkcə valideynlər deyil, bacı-qardaş da bir-birini tərbiyə edir. Bu həm əhəmiyyətlidir, həm də əlamətdardır. Biz deməli bir məsələdə toxunmaq istərdim, çoxuşaqlı ailə söhbətində mövzusunda. Onların arasında kifayət qədər də dərin münasibətlər yaranır o uşaqların arasında. Əgər valideyn o münasibəti düzgün qurursa, o şəxsiyyət üzərində bu münasibətlər güclü təsir göstərir uşaqlara. Bəli, çox uşaqlı ailədə mən deyərdim, hər şey asan başa gəlmir. Yəni, çox uşaqlı ailədə uşaqları saxlamaq çətin olur və o anlar, o illər çox gərgin keçir. Amma o ailə, oradakı valideynlər həm maddi cəhətdən, həm mənəvi cəhətdən o yüklərini Rəbləri ilə bölüşsələr, yəni hər şeyi Rəbbə verə bilsələr ki, Rəbb onların yüklərini daşısın, Rəbb onları hər işdə, o uşaqları böyütməkdə, onların qayğısına qalmaqda, maddi cəhətdən, mənəvi cəhətdən hər şey çatdırmaqda Rəbb özü onlara kömək olmaqları üçün hər ki valideyn hər dəfə Rəbbə həm şükür eləməlidirlər uşaqlarına görə, ailələrinə görə, həm də hər bir ehtiyaclarının ödənməsi üçün Rəbbə yalvarmalıdırlar, İsa Məsihə yalvarmalıdırlar ki, Rəbb hər işdə onlara kömək eləsin. Amin. Həqiqətən də bu belədir və böyük ailədə mən belə düşünürəm ki, həmişə xeyir, bərəkət olur. Niyə? Çünki bayaqları vurğuladım ki, Allah əgər insana, ailəyə övlad verirsə, o payı verirsə, bəxş eləyirsə, onun bərəkətini də verir və çox vacibdir ki, insan naşükür olmasın. Çünki mən çox vaxtda fikir vermişəm ki, Allah insana nəyisə bəxş eləyəndə, insan sonra naşükürlük eləyir. Elə bil ki, bilavasitə başlayır narazılıq eləməyə, deyinməyə. Mən bir dəfə yadımdadır, bir ağsaqqalın, pastorun söhbətini eşitmişdim. Onlar yaşayırdılar elə bir yerdə ki, bir kənddə yaşayırdılar və kəndin girişindədirlər və kəndin girişində böyük bir evləri var idi onların. Niyə görə bunu söyləyirəm? Çünki sözümdə məqsədim var. Bir çox ailələrdə bu problem yaşanır. Çox övladlı ailələrdə yaşanır bu. Çünki deyingənlik orada olur. İnsanlar başlayır deyinməyə. Amma Rəbbin İsrail xalqına dediyi sözlərə biz nəzər salsaq, biz görərik ki, Rəbbin zəhləsi gedir. Hətta belə deyərdim, acığı gəlir deyingənlərdən, deyinənlərdən və narazılıq, naşükürlük eləyənlərdən. Düzdür, mən demirəm ki, çox uşaqlı ailəni böyütmək asandır. Çətindir, razıyam. Bu böyük bir məsuliyyət tələb eləyir. Hər bir uşağa görə sən bir ata olaraq məsuliyyət daşıyırsan, ana olaraq onların qeydinə qalmaq üçün onların yeməyini bişir, onların paltarlarını geyindir, onların qeydinə qal. Hər gün səhər, məsəl üçün, biz hələ 2-3 uşaqla çalışırıq, hər gün səhər uşaqları yola salaq, məktəbə getdi, uşağın paltarı batdı və yaxud yeməyini sumkasına, məsələn, çantasına qoydun, yeməyini göndərdin, narahat qalırsan ki, tək o uşaq oxusun, hələ oxumağı bir yana, onu oxutdurmağı üçün də bir çox əziyyətləri çəkirik. Başa düşürəm bu şeyləri. Amma Rəbb gör nə deyir? Deməli, həmin insanın ailəsində belə bir şey baş verir. O deyir ki, bizim ailəmiz böyük idi və
elə bir vəziyyət idi ki, hər dəfə o, belə deyək, kəndə kimsə imanlılardan gələndə onların evlərində qonaq olurdular. Və həmişə əl açıq idilər, həmişə qonaqpərvər idilər. Gələn gedəni yola salardılar və onların doğrudan da malı, mülkü o qədər çox idi ki, yəni adətən kənddə adi bir inək bala verərdisə, onlarda 2 dəfə bala verərdi. Əgər onların, belə deyək də, toyuqları, cücələri çox olardısa, adətindən daha çox onların həm toyuq cücəsi, həm mal qarası, bir çox şeyləri var idi onların. Məsələ, yəni bunu nəyə görə söyləyirəm ki, baxmayaraq ki, övladlar çox idi. Baxmayaraq ki, onların evi də böyük idi. Amma Allah o qədər bərəkətləmişdi ki onları. Onların bütün nəsli üçün də hər bir insan üçün hər şey var idi. Yəni Allah bərəkətləmişdi. Amma bir gün belə bir şey baş verir. Bir gün anaları gedir axşam inəyin, belə də inəyi sağmağa ki, süd əldə eləsin. Və hər dəfə, hər axşam anası gedərmiş, inəyin yanında dayanarmış, həm inəyin özü üçün də, həmçinin də orada ətrafda kimlər olardısa, ilahi oxuyarmış. Hər dəfə Rəbbə izzətləndirərmiş, gözəl ilahilər oxuyarmış və bunu ilə şükür edərmiş. Amma maraqlıdır ki, həmin gün anası ağlayırdı orada. Və göz yaşları tökərək Rəbbə söz deyirdi. Deyirdi ki, ya Rəbb, nə vaxta kimi belə olacaq? Mən yorulmuşam. Bu qədər ailənin dalıca nə qədər baxım? Kim gəlir, hamı gəlir bizim evimizə. Bizim evimizdə qonaq eləyirlər. Mən yorulmuşam, nə qədər insanlara baxım? O gəlir bizim evimizə, bu gəlir bizim evimizə. Onun dalıca bax, buna qulluq eləyə, uşaqları var, malqara var, o birisi var. Ay, yorulmuşam, mən bezmişəm da bu vəziyyətdən, bu gündən bezmişəm. Nə qədər əziyyət çəkəcəm, nə qədər dərd çəkəcəm, nə qədər bunların dalıca yığışdıracam. Belə bir söz deyir ana. Və mən fikir verdim. O insan danışa-danışa, o deyir ki, mənim anam tövlədən çıxdı, vedrə ilə gedə-gedə birdən gördü ki, onların böyük bir bağı var idi və bağının arxasında balaca bir baca var idi. O baca əslində bağlı idi. Amma həmin gün o bacanı açıq görür və mələyi görür ki, o mələk yaxınlaşır və həmin bacanı bağlayır. Bunu söyləməkdə məqsədim var. O bağlayır. Və o gündən onların mallarında, onların toyuq cücələrində elə bil ki, soyqırımı başlayır. Bir inək ən belə deyək, çox süd verdiyi həmin inək ölür. Və bu nə boyda ziyandır. Kənd yerində yaşayan insanlar üçün bu doğrudan da vacibdir. İnək ölürsə, deməli süd yox, qatıq yox, pendir yox, bir çox şeylər yoxdur. Toyuq cücələr başladı qırılmağa. Başqa heyvanlar başladı qırılmağa. Böyütdükləri nə qədər şeylər və qadın hətta onların evinə həmişə saat 10-da qonşuları gələrdi. Onlar bir yerdə saat 10-da dua edərdilər. Həmin qadın da belə gəlmədi və onların evlərinə heç qonaq da belə gəlməyə başlamadı. Yəni qutardı da, qonaq da gəlmir onların evinə. Və qadın bir anın içində dayandı. İmanlı qadındı. Birdən dayandı və peşman olmuşdu öz hərəkətinə görə. Və həmin gecə o təzədəndən getdi. Başqa bir inək var idi, onların ikinci inəyi. Amma o cavan inək idi. O inəyi sağarkən o hönkür-hönkür ağlayaraq indi isə tövbə eləyirdi. Tövbə eləyirdi ki, ya Rəbb, məni bağışla. Mən həmin gün dediyim o sözləri geri alıram. Sənə hər bir dediyim o naşükür və deyingən sözləri geri alıram. Mən deyinmək istəmirəm. Mən istəyirəm ki, ailəmizdə xeyir-dua olsun. Mən istəyirəm ki, ailəmizdə bərəkət olsun. Və bunu söyləyərək o tövbə eləyə-eləyə düz 1 saata yaxın o tövbə elədi. Ondan sonra öz ürəyində hiss elədi ki, artıq tövbəsi qəbul olundu. Və bundan sonra o bayıra çıxdı. Və bir daha da o mələyi gördü və bir daha da o gördü ki, həmin mələk yaxınlaşdı və o bacanı təzdən açdı. Bunu söyləməkdə məqsədim var. O ailələrə də məqsədim var ki, bunu söyləməkdə ki, əgər görürsünüzsə ki, siz hansı əziyyətlə rastlaşmışsınız, deyinməyin. Çünki deyingənlik Allahın xoşuna gəlmir. Allah əksinə istəyir ki, biz hansısa bir əziyyətlə rastlaşanda, mən razıyam, böyük ailəni idarə eləmək çətindir. Amma Allah nə qədər böyük mükafat verir onlara. Çünki hər bir uşaq
onların biyaqları sən ən birinci oxuduğun ayə mənim çox xoşuma gəlir və bu ayədə görün nə yazılıb. Oxtanı bu cür dolu olan nə bəxtiyardır. Bu bir atanın, övladlarının çox olmağı bu bəxtəvərlikdir. Yəni bu sənin əllərindir, bu sənin qollarındır, bu sənin ayaqlarındır. Hansı ki böyüyəndə onlar sənə dəstək olacaq, onlar sənə dayaq olacaq, onlar sənin əlindən tutacaqlar. Və gələcəkdə də sən hara getsən də belə onların böyüməyi və onların xeyir-dua almağı sənin başını ucalayır. Ananın, atanın başını ucalayır. Və ona görə də mən belə düşünürəm ki, o çox uşaqlı ailəli olan valideynlər Rəbb sizə bərəkət verib. Rəbb sizə böyük xeyir-dua verib. Və bu xeyir-duanı qoruyub saxlayın. İmkan verməyin ki, iblis o əziyyətlərdə, başa düşürəm, o çətinliklərdə, imkan verməyin ki, iblis sizin ürəyinizə deyingənliyi salsın, narazılığı salsın. Allaha qarşı o cür deyingənlik heç də xoş deyil. Və bir gün onun qabağını alsa, biz axı məyus olarıq. Necə o qadın məyus olmuşdu. Və əgər belə bir sözlərlə Rəbbə biz demişiksə, yaxşı olar ki, tövbə edək. Və Rəbbin önündə o sözlərimizə görə tövbə eləyib Rəbdən üzr istəyək. Niyə? Çünki axı övlad Allahın payıdır. Allahın xeyir duasıdır. Və buna görə ancaq şükür edək Rəbbə. Rəbb bu işdə bizə xeyir dua versin. Həqiqətən əzizlərim, gəlin həmişə şükür edənlər olaq, deyinənlər olmayaq. Və bizim verilişimiz artıq başa çatır. Rəbb sizə xeyir dua versin, sizi ilə olsun və həmişə sizi qorusun. Heç açan qoymasın ki, deyinək biz. Və mən də bir əlavə edim ki, Rəbbimiz hər bir ailəyə xeyir-dua versin, hər bir ailədə olan balalarımızı qorusun. Biz də hər birimiz onları sevək, onların qayğısına qalaq və həmişə onlara dəstək olaq. Çünki o uşaqlar Rəbdən bizə verilən paydır. Minnətdaram əzizlərim ki, bizə qulaq astınız. Gələn verilişlərdə bizi mütləq izləyin. Sizləri çox sevirik və sağollaşırıq. Sağ olun. Sağ olun.